Toxunarıq, misal Zirə ilə bir oyun var növbəti turda. Qardaş qırğınında qan su yerinə axacaq. Ancaq ona qədər hələ o oyuna prezident toxunarıq. Mən Araz Naxçıvanla oyunu demək istəyirəm ki, sanki elə bir ki, Qarabağ, misal üçün, indiyə kimi nə görürdük? Qarabağ ikinci heyətlə çıxırdı. Demək olar ki, əksər Azərbaycan çempionatında oynardı. Niyə? Baş qarışmışdı Çempionlar Liqasına. Burada tək ayaqla gəlirdilər. Həmişə illərdir davam edən bir proses var idi da. Ənənə var idi. Qarabağ sona 3 tur, 5 tur, 8 tur, həm 6 tur qalmış çempionluğu qeyd eləyirdi deyənə, biz buna öyrəşmişdik. Ancaq Qarabağ indi görür ki, sabah ki qabaqdadır. Qaçıb sabaha çatmaq lazımdır. Nə etmək lazımdır? Artıq əsas heyətlə. Siz bundan sonra heç vaxt görməyəcəksiniz ki, ölkə çempionatının növbəti qalan turlarında ki, Qarabağ ikinci heyətlə, heyətdə, əsas heyətdə eksperimentlər, yer dəyişmələr, öldü o babalar. Bax, əsas heyətdə bundan sonraki oyunlarda hardasa eksperimentlər ola bilər. Misal Bəhlul yoxdur, indi görürsən ki, Mateus Silva oynayır, Dani Bolta start heyətində yer alır. Ancaq gələcəkdə hansısa bir-iki mövqedə hansısa yer dəyişmələr ola bilər. Ancaq Qarabağ əsas heyətlə oynayacaq bütün oyunları. Niyə? Çünki yenə deyirəm, çempion olub istəyir ki, komanda çempion olub Çempionlar Liqasına getsin. Başa düşdün? Ona görə yəni axıra qədər oynayacaqlar. Elə sabah da, Qarabağda. Kim burada daha çox xal itirsə, elə sonda da itirən olacaq çempion.